آل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين معصومين عليهم السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. ومن أحسن دينا أسلم وجهه لله وهو محسن واتبع ملة إبراهيم حنيفا واتخذ الله إبراهيم خليلا. صدق الله العلي العظيم. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Ya ibadallah, usikum ve nefsi bi tekvallah. Değerli müminler, evvela özümü ve siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahın halalını halal, haramını haram biləyəm. Allahın əmrlərinə itaat edək ki, Allahın razılığını əldə edək və Allah yanında sevimli bəndələrdən olaq. Bugün xutbədə bir ayə oxudum. Nisa surəsinin, bugünkü mövzumuz elə Nisa suresinin 125-126. ayələri haqqında olacaq və onun ətrafında bir neçə hədis qeyd edəcəyəm. Söhbətimi tamamlayacağım. Allah hər birinizdən razı olsun. Allah hər birimizi Allahın dostlarından qərar versin. Mənim bugünkü o iki ayə ki qeyd elədim, o ayələr bizə Allahla dost olmağın qaydasını öyrədir. Ki Allah kimləri özünə dost seçir, kimlər Allahın dostları ola bilərlər, elə mövzumuz o haqdadır. Allah Teala Kur'an-ı Kerim'de buyurur: "Ve men ahsanu dinen esleme vechehu lillah ve huve muhsinun vetteba'a milleti İbrahim hanifa." Özünü İbrahim'in dinine ve Allah'a tabi eden ve Allah'a özünü təslim edən, Allah Qur'an-ı Kerimdə və yaxşılıq edən, baxın 3 xüsusiyyəti sayır həmən 125-ci ayəsində. Sonra buyurur Allah Teala bundan, yəni bu 3 şeyi sayır, sonra bundan gözəl, yaxşı dindar kim ola bilər? O deyir filan kəs dindardır, dindar adamdır, mümin adamdır. Allah Kur'an-ı Kerim'de de bu ifadəni belə deyək işlədir. Deyir, yəni İbrahim'in dinine burada, çünkü biz İbrahim peygamberin dini belə deyək dövründə yaşamırıq. Burada söhbət tək Allahlıqdan, yəni özünü Allah'a, Allah'ın dinini qəbul edib ona təslim etməkdən söhbət edir. Bilirsiniz, sonuncu peygamber Xatamən Nəbi Hazreti Muhammed Mustafa sallallahu aleyhi ve aleyhi İslam dinindən qabaq, yəni İslam dininin gəlməmiş, yeryüzünə gəlməmişdən qabaq Allah Resulü peygamber olmasa, yəni izhar olmasa da onun peygamberliği, ama Hənif dininə, yəni tək Allahlıq Hazreti İbrahim'in dinində olub. Çünki Kur'an-ı Kerim'de bu haqda da ayə var Allah Resulü haqqında: "Mən nə müşrikəm, müşriklərdən deyiləm, mən yəni Hənif dinindənəm." Təqribi bu səbkidə və mə ənə minəl müşrikin, mən müşriklərdən deyiləm ki ayədə qeyd olunur. Yəni Həzrət Peyğəmbərin tək Allahlı olmağı, Həzrət İbrahimin dinində olmağı haqqında kifayət qədər ayə və hədislər əlimizdə mövcuddur. Yəni burada Hənif dini, heç Kur'an demir İslamı qəbul eləmə, get İbrahimin dinini axtar. Yəni tək Allahlıq,
Allah'ın gönderdiği dini kabul edip ve Allah'a teslim olmaktan söhbət edir. Yani İslam'ı kabul eden Müslüman, İslam dinini kabul eden ve İslam dinine özünü tabi eden ve özünü Allah'a teslim eden, sonra deyir ki, yaxşılıq eden. Her adam yaxşılıq edə bilmir. Yaxşılıq eləyə bilər. Amma Allah istədiyi kimi yaxşılıq edə bilmir. Yəni, ixlasla yaxşılıq edə bilmir hər adam. Allah buyurur ki, وَمَنْ أَحْسَنُ دِينًا Bundan yaxşı dindar ola bilər. Sonra ayənin 126. Həmən surənin 124. 26. ayəsində 126. ayəsində Allah Teala buyurur ki, وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَكَانَ اللّٰهُ بِكُلِّ شَيْءٍ مُحِيطًا Göylerde ve yerde ne varsa onlar hamısı Allah'a məxsusdur. Sonra diyor ki, Allah her şeyi əhatə edəndir. İndi deyə bilərsiniz, bu ayənin 126. ayənin 125. ayə ilə bağlılığı nədir? Orada başka şeyden Allah danışır, burada başka şeyden danışır. Ne bağlılığı var? Bağlılığı var. Bağlılığı odur ki, Allah görürsünüz bu üç qaydanı sayır biz üçün, tərif edir. Bəli, sonra üzr istəyirəm, həmən ayədə ki, deyir, üç dinini, üç qaydanı izah edir. Sonra buyurur, vəttəxəzəllahu İbrahimə xəlila. Sonra Allah İbrahim'i özüne dost seçti. Ayənin o hissənisini unutmuştum. Sonra Allah İbrahim'i özüne dost seçti. Yani Allah kimleri özü için dost seçir? Güzel dindar olanı. Güzel dindar olmak için neylemək lazımdır? Birincisi Allah'a özünü teslim eləmək, yaxşılıq eləmək ve İslam'ın qayda kanunlarına tabi olmaq. Kamil Müslüman olmaq. Hamı Müslüman deyilir ama İslam'ın qaydalarına bile baxanda onun heç 1%-nə əməl eləmir. Namazdan danışanda namaz yada düşmür, onun üçün bir bəhanə tutur. Orucdan danışanda oruc üçün bir bəhanə tutur. Xumsdan danışanda xums üçün bir bəhanə tutur. Zəkatdan danışanda zəkat üçün bir bəhanə tutur. Həcdən danışanda həcc üçün bir bəhanə. Müxtəlif formada bəhanələr gətirərək özünü vəziyyətdən sanki çıxardır, amma adı deyiləndə ki, İslam dinine tabi olmaq, deyir, mən İslam dinine tabi olmuşum. İslam dinine tək dillə tabi olmaq, mən müsəlmanam, Allah və onun peyğəmbərini qəbul edirəm, bununla kifayətlənmir. Əlbəttə zahirən müsəlmandır. Amma həqiqi müsəlman olmaq üçün tabi olmaq lazımdır İslamın qayda qanunlarına. Sonra Allah dost seçir. Bəli, indi 126. ayədə Allah niyə deyir ki, yerdə və göydə nə var Allah'a məxsusdur və həqiqətən Allah hər şeyi əhatə edir. Bilirsiniz niyə deyir? Bəzən Allah yuxarıda yaxşı dindardan danışır, deyir, mən bu insanları özünə dost seçərəm. İnsan düşünə bilər ki, yəqin Allah'ın bizə ehtiyacı var, bizim dostluğumuza ehtiyacı var. Ona göre bizi buna tərəf, bu yöne yönləndirir. Sonra deyir, səni özümə dost seçirəm. Belə deyir, özü üçün dost seçmək üçün müəyyən şərtlər qoyur. Və insan da o şərtləri icra etdikdə Allah onu dost seçir. Deməli, Allah'ın bizlə dostluq etməyə ehtiyacı var. Allah 126. ayəsində deyir, yerdə və göydə nə varsa mənə məxsusdur. Yəni, mənim heç nə ehtiyacım yoxdur. Yerde ve göyde sen varsan, yaşayırsan insan, senin için her şey yaratmışam, senin ixtiyarında koymuşam. Sen de o yerle göğün arasında olan varlıklardan birisən. Sen de mənə məxsussan. Adama məxsus olan bir şey ona niye ihtiyacı olsun ki? Sonra da Allah her bir şeyi əhatə edib. Yani bütün kainat, her bir şey, yer ve göy Allah'a məxsusdur. Allah özünün zengin olduğundan danışır.
Demək istəyir ki, sənin mənə ehtiyacın var. Sənin mənim dostluğuma ehtiyacın var. Mənim sənin dostluğuma ehtiyacın yoxdur. Sadəcə sən mənim bəndəmsən. Səni yaratmışam və sən üstünsən digər yaratmışlardan. İstəyirəm ki, elə necə yaratmışam səni o cür aparım axirətə. Özümlə görüşə o cür aparım. Cəmiyyətdə o cür tanınlasan ki, bu şəxs Allahın dostudur, sevimli və seçilmiş şəxslərdəndir. O da Allah Teala buyurur ki, 126. ayəsindəki buyurur ki, yerdə və göydə nə var, mənə məxsusdur və mən hər şeyi, hər yeri əhatə edənəm. Deməli, bu ayə bizə izah edir ki, Allahın səninlə dost olmağa ehtiyacı yoxdur. Demək istəyir, hələ sənin mənimlə dost olmağa ehtiyacın var. Sən sevinməlisən, mən də. Sadəcə mən sənin üçün qaydalar qoymuşam. O məktəbdə görürsünüz, müəllimlər bir şagirdin 10 şagird varsa o sinifdə, əlbəttə hər bir zəhmətkeş müəllim, vicdanlı müəllim istəyəcək ki, onun şagirdləri əlaçı olsun. Amma onun əlaçı olmağı o müəllim üçün belə deyək, o qədər faydalı bir şey deyil, yəni qazanc deyil. O onsuzdan öz dərsin belə öz ibarəmizdən desə deyil. Maaşını da alır. Kim oxuyar, oxumaz, özü üçün xeyri var. Oxuyar, gələcəyi üçün yaxşı fayda əldə edə bilər. Müəllimin sənə ehtiyacı yoxdur sənin əlaçı olmağına. Sadəcə sən onun şagirdisən, səninlə bir yerdədir, sənə daimi nəzarəti var, səni görür, onunla bir yerdəsən, onun dediği sözlərə sanki dəyər vermiş olursan, istəyir ki, həmən şagird əlaçı olsun. Allah da istəyir, bu qədər neymətlər vermişəm bəndələrimə. Qoy mənim bəndəm qiyamət günü təkəbbürlü olan şeytanın yanında başı aşağı olmasın, xəcalətli olmasın. Odur, insan bu üç şeyə həyatda diqqət etməlidir. Allahla dost olmaq istəyirsə, mütləq şəkildə yaxşılıq etməyi bacarmalıyıq. O yaxşılıq da insanlara əziyyət vermək üçün yox. Mən bu haqda danışmışam. Ya eyyuhəllezine amenu, səhv eləmirəm, Bəqərə surəsindədir. La tubtilu sədaqatikum bil mənni vəl əza. Öz sədəqələrini əziyyət verməklə, kimə isə əziyyət verməklə və ya özünü üstün saymaqla batil etməyin, zayi etməyin. Deməli, yenə də burada insan bir sözlə özünü Allaha təslim etsə, nə etsə, yaxşılıq da etsə Allah üçün edəcək. İslam dininin qaydalarına da tabi olsa Allah üçün olacaq. İmam Sadiq aleyhissalatu vesselam buyurur ki, Allah İbrahim'i ona göre dost seçti. O heç vaxt ondan yardım isteyenin elini boş qaytarmadı. Onun kapısına geleni uzak etmedi. Kapısından qovmadı. Bilirsiniz, mümkündür. Bir mümin, bir müsəlman, heç olmasın müsəlman, hər hansı bir insan çətin bir anda ola bilər və ya həlak ola bilər, həlak olmaq təhlükəsi ola bilər, bir sıra narahatçılıqlar ola bilər. Səndən kömək istəyər, sən onu özündən uzaq edəsən və ya qapıva gəlib səndən bir kömək istəyər, bir imdad istəyər, sən onu qapından qovasan, acıqlayasan onu, acılayasan, qovasan yox. Həzrət İbrahim bilirsiniz, hətta qeyri-dindarları da qapısını açıq eləmişdi. Çünki bir dəfə imtihan olunmuşdu, o qissəni bilirsiniz ki, bir Bismillah deməyən bütpərəst gəldi onun süfrəsində oturanda, onu uzaq eləmişdi. Sonradan getdi, onu axtardı, tapdı və daima həm işə Həzrət İbrahim yemək yiyəndə qapısını açıq saxlayırdı ki, yoldan keçən onun yeməyindən gəlir. Tək heç vaxt Həzrət İbrahim çörək yemirdi, yemək yemirdi. O da buyurdu ki, İmam Sadiq aleyhisselam Allah ona göre dost seçti onu. Bakın,
onun yolunu da Allah bizim için qoyub öz peyğəmbərlərin və vəsilərin etdiyi əməllərlə. Heç vaxt ondan yardım istəyəni rədd etmədi. Çox səcdə edirdi Həzrəti İbrahim. Səcdələri uzun uzadı edirdi. Bir neçə yerdə şeytan məlun fəryad edəcək, biri də mömin, müsəlman Allaha səcdə etdikdə və ya ibadət edən halda, namaz qıldığı halda səcdəni uzadanda şeytan fəryad edəcək ki, göre özünü necə Allaha təslim edib narahat olacaq, fəryad edəcək. Həmişə acları Həzrəti İbrahim doyuzdururdu. Ac insanlar harda ac adam görürdü, yani ehtiyaclı adam görürdü, yetim yesir görürdü. İmam Sadiq Aleyhisselatü Vesselam buyurur ki İbrahim bütün yani gördüğü bütün acları doyuzdururdu. Allah'a itaatdə çox canfəşanlıq edirdi. Adam var görürsüz pul xərcləməkdə canfəşanlıq edir. Adam var görürsüz ibadət etməkdə canfəşanlıq edir. Adam var gözləyir Rəcəb, Şəban, mübarək Ramazan ayı gələndə onun üçün canfəşanlıq edir. Adam var sədəqə vermək üçün canfəşanlıq edir. Əlbəttə bunlar hamısı ixlasla olmalıdır. Bu canfəşanlıq dünya üçün və ya kimə isə göstərmək üçün yox. Mömin gərək yaxşı işlərdə canfəşanlıq edər. Səhv, batil, naqis işlərdə yox. Harda dava var orada mən elə sözü filan kəs yaxşı sözün deyir, nə bilim, yaxşı adam döyür, yaxşı adam vurur. Orada canfəşanlıq eləsən, haqlı, haqsız kimi vurasan budur yox. Gərək Allah istədiyi işlər üçün, Allaha itaət üçün, yəni İslam dininə tabi olmaq üçün mümin, müsəlman gərək canfəşanlıq edə, Allah onu özünə dost seçər. Əks halda o canfəşanlığın heç bir insanın nə dünyasına, nə ahirətinə faydası olmaz. İmam Sadiq Aleyhisselam buyurur ki, Allahla kimlər dost olacaq? Həzrət buyurur ki, وَمَنْ أَتَاعَ اللّٰهِ فَهُوَ وَلِيُّ اللّٰهِ Hər kim Allaha itaət etsə, o Allahın dostudur, veliyullahdır, Allahın dostudur. وَمَنْ عَسَى اللّٰهِ Hər kim Allaha asi olsa, Allahın əmirlərini ayaq altına salıb, məcazi mənada tapdalayıb, heç hesab eləsə, ona məhəl qoymasa, yüngül yanaşsa bu işlərə, فَهُوَ عَدُوُّ اللّٰهِ O Allahın düşmənidir. Baxın, sağda yol imam bizim üçün Allahla dost olmağın və düşmən olmağın qaydasını bizə izah edir. İstəyərsən Allahla dost olasan, Allaha itaat edəsən. İslam dininə tabi olasan. Allahın əmrlərinə tabi olasan. Hansı şey halaldır, hansı haramdır, o şeylərə inam etiqad edəsən. Nəinki bəhanə tutub o haramı da halal etməyə çalışasan ki, niyə? Çünki o işin icraçısı sənsən. Deyirsən filan kəs sənin qazancın haramdır, güclə istəyir. Başqalarını mən filan axunddan soruşdum, filan yerə sual elədim, filan bəmankəsdən soruşdum ki, o deyirdi ki, belə olsa haram deyil. Görürsünüz, müxtəlif yollarla çalışır, o itaətdən boyun qaçırsın. Hansı ki, həmən məsələ haqqında aydın hökmlər, ayələr və digər məsələlər, izahlar var. Deyiləndə də, izah olunanda da o insanlara deyir, o indiki dövr üçün deyil ki, o keçmiş zamanlar üçündür. Artıq zaman inkişaf edir, elm inkişaf edir, o bizlər üçün deyil. Məsələn, musiqidən danışanda o cür izah edirlər. Filan musiqi, filan şey haramdır. Başlayır bəhanələrlə, müəyyən minvalla onu halal etmək. Niyə? Çünki ondan çox istifadə edir və ya o məclislərdə çox iştirak edir. Sonra deyirik ki, Allahın dostu yox. İmam Əli Aleyhisselatü Vesselam buyurur ki, Allahın dostları o şəxslərdir ki, İnsanlar dünyanın zahirinə baxdıqda onlar onun batininə baxarlar.
dünyanın bərbəzəyinə veya bir işin zahirine bakarlar. Dünya adamları, ama Allah'ın dostları onun batininə baxacaqlar. O da deyirlər, çox belə axtarış elədir. Lap sən dərinliyə çox gedirsən, çox da dərinliyə getmə. O sözü çox deyirlər adama. Xeyr, mümin gərək, demirəm vasvası ol. Söhbət vasvasılıqdan getmir. Ama bir şeyin halal haram olmağı üçün hətta dərinliyə də getmək lazım. Çünkü sənin o işin səthi baxdığın üçün sənin digər əməllərini naqis etmiş ola bilər veya dualarının qəbul olunmasına mani yarada bilər. Ama sən o işin dərinliyinə getdikdə, tam arxayın olduqda, əmin olduqda rahat olursan, onu rahatlıqla da istifadə edirsən və Allahın adını da o işi başlayanda rahatlıqla tutursan. Həzrət sonra burada insanlar dünyanın keçici nemətləri ilə məşğul olduqda onlar ahirətə yönəlirlər. Ömrü, işi, gücü dünya iləndir. Bilirsən ki, bu nemət keçici bir şeydir. Bu bir gün var, bu gün var, sabah olmaz. Nə qədər o keçmişdən bugüne kadar burada aksakallar var. Elə dəyərlər olub ki, yəni dünya dəyərləri, nemətləri, onlar indi yoxdur əllərində. Çünkü keçici bir şeydir. Rahat ondan istifadə edirdilər. Rahat hərəkət edirdilər. Şərait, mühit daha yaxşı idi bəlkə onlar üçün. Görürsünüz, onlar dünya nemətləri idi. Bir müddət idi, keçdi, getdi. Din demir, dünya nemətlərindən istifadə eləmə. Ama onun aşığı olma, onun vurğunu olma, onun için çalışma. Sen daha çok dünyaya nəzər etdikdə ahiretin için çalış. Bəli, bir yerde eğer dünya neməti varsa, orada halal mənfəət əldə edə bilərəmsə, düşün ki, bəli, mən buradan bir şey alıram, burada öz ailəmin, özümün təminatını da ödəyərəm, Allah yolunda da bu işi görərəm. Bu yaxşı bir şeydir. Bir yetimi sevindirə bilərəm. Bir fəqir ailəni sevindirə bilərəm. Nə bilim, bir qohumumu sevindirə bilərəm. Ata-anamı sevindirə bilərəm. Fərqi yox. Yəni axirət, bunlar axirət əməlləri üçün, yəni mükafatı üçün, insan üçün əməllərdir. Odur, insan keçici dünyanın nemətlərini nəzər saldıqda gərək ahireti de düşünə. O da Emirul Müminin Hazreti Ali Aleyhisselam buyurur ki, Allah dostları bu cür olurlar. Onlar dünyanın keçici nemətlərinə bağlanmazlar. Onlar daha çox ahiret üçün çalışarlar və düşünərlər və baxışlarını ahirete yönləndirəcəklər. Dünyadan olanları məhv edəcəyindən qorxduqları şeyləri qəlblərində öldürərlər. O şeyləri ki bilirlər, bunlar bizim dünyamızı zayi edəcək. Bu şey mənim ahirətimi zayi edəcək. Bu dünya aldadıcı bir şeydir. Onları öz baxmayaraq daxilən istəyirlər. Çünkü insan əvvəl qəlbən düşünür ki, o şey haqqında, onun xeyri və zərərləri haqqında. Ama həqiqi Allah dostu mümin düşünür. Bu əgər zərər verərsə onu qəlbində elə öz nəfsini orada boğur. Boğur ki bu şey olmaz. Bunlar bilirlər ki dünya onları onsuz da terk edecek. Yani ben bu kadar dünyaya neye bağlanım? Hele qəlbində nəfsi istəklərini Allah dostları öldürürlər ki, dərk edirlər ki bir gün öləcəyik. Ne yapacağıq buradan? Doğrudan bu sözü çoxu deyir dildə. Ama bu söz kaş elə özümü deyirəm, əməllə biz bunu düşünüb danışaydık. Hamımız deyirik, ne yaparıq? 6 metre kəfən aparırıq, ya o qismət olar, ya olmaz. Hamı bu sözü deyir. Ama hamı da dünya için canfəşanlıq edir. Namazın vaxtı gələndə namaz, dünya işi öndə, qabaqda, namaz keçir arxaya. Nə bilim, başka şeyler, yani nə gəlir vəcahatdan, vacibatdan danışanda dünya işlerimizi veririk qabağa, ahirət işi qalır öndə. Ama söhbət dildə yox, əməllə gərək insan bu işləri
icra etmiş ola, o halda mümin, Müslüman Allah dostu olabilir. Kur'an-ı Kerim'de Allah Teala bu hakta buyurur ki: "Ela inne awliya Allah la khawfun aleyhim ve la hum yahzanun." Agah olun, Allah dostları için ne korku, ne hüzün, ne keder, hiçbir şey yoktur. "Ellezine amenu ve kanu yettekun." Onlar iman edenler ve tekvalılardır. Allah dostları. Tekva olmayandan sonra, iman olmayandan sonra, hakiki etikad beslemeyenden sonra tek Müslüman olmakla mesele bitmir. Kur'an-ı Kerim'de bilirsin ayəni: "Ya eyyuhellezine amenu." Ey iman getirenler, aminu billah. Allah'a iman getirin. Allah deyir: ey müminler. Tekrar yenedir ki mümin olun. Deməli dillə yox. Allah demək istəyir hər tərəfli əməli şəkildə tək la ilahe illallah Muhammedur Resulullah dedim, Müslüman oldum, iman getirdim. Bu da imandır. Ama xeyr, tek bununla bitmir. Allah deyir, əgər istəyirsənsə mənim dostum olasan, mənimlə dostluq edəsən, aminu billah. Allah'a iman et. İslam dinine tabi ol. Özünü Allah'a teslim elə. Halal harama diqqət elə. Dünyaya bağlılığı azalt. Ahiretin için çalış. Dünyada da yaşadıqda dünya nimetlerinden istifade ettikdə ahireti de düşün. Düşün ki bu şeyleri ki kazanırım, ahiretim için de benim bir zəxirəm olsun. Yok, bu şeyler olmayandan sonra dost olmak olmaz Allah'la. Sonra hemen Allah dostları hakkında Allah buyuruyor ki: "Lahumul buşra fil hayatid dünya ve fil ahire." Deməli, onlar için hem dünya hem ahiret hayatında müjde var, Allah Teala deyir. Benim dostlarım için Allah deyir, bu şeyleri ki sadaladıq ayə ilə, hədislərlə, sonra Allah buyurur ki, benim iman getiren ve təqvalı olan dostlarım için dünya ve ahirette müjde var. Sonra buyurur: "La tebdilu bi kelimatillah." Allah öz dediğini değişen değil. Yani öz ibaremizden dese, verdiği sözü geri götüren değil. Allah ne vədə verirse onu icra eder. Sonra buyurur: "Zalikel fawzul azim." Bunda büyük bir feyz var, bir lezzet var. Əfsuslar olsun, bazen dərk etmirik o lezzeti, o feyzi hayatımızda yaşayabilmirik. Allah yan verə öz izzət-i cəlalına Allah Teala bizleri öz həqiqi dostlarından qərar versin. Ve o dostluğun da şərti